Herkese salam, hamınızı yeniden xoş gördük. Keçən videoda söz vermişdim, autizmlə mübarizə yolumuzdan danışacağım. Autizmlə mübarizə yolumuzu bir cümlə ilə ifadə etsək, yəni bir düstur şəklinə salsaq, yəqin ki, belə olardı. Pəhriz, üstəgəl təlim, üstəgəl zəhmət, zəhmət, zəhmət və yenə zəhmət və sonda uğurlu nəticə. Autizm mübarizəsində mən dərmanla müalicəni qəbul etmirəm. Yəni buna heç inanmıram da ki, hər hansı bir uşaq kimyəvi preparatlarla, dərman müalicəsi ilə autizmdən xilas olsun. Və burada qeyd edim ki, mən digər inkişaf gerliklərini nəzərdə tutmuram. Yəni belə ümumi inkişaf geriliyi, nitq inkişafı geriliyi, psixi inkişaf ləngiməsi, bunları nəzərdə tutmuram. Məhz autizmlə danışıram və inanmıram ki, autizmi dərmanla müalicə etmək mümkün olsun. Əgər belə bir şey olsaydı, indiyə qədər olardı və biz də onun şahidi olardıq. Amma pəhriz və təlimlə bir çox ailələr öz övladlarını çox yaxşı yerlərə gətiriblər, çox uğurlu nəticələr alıblar və mən çox xoşbəxtəm ki, biz də həmin uğurlu ailələr siyahısındayıq. Pəhriz və təlim mübarizə yolu ümumiyyətlə bütün dünyada artıq qəbul olunmuş bir metoddur mu deyim, autizmin çarəsidir mi deyim, belə bir çıxış yoludur ki, həqiqətən də burada heç nə itirmirsən, əksinə uşağını autizm deyilən bəlanın, autizm deyilən problemin içindən çəkib çıxardırsan. Ümumiyyətlə pəhriz deyəndə valideynlər bunu bir mənalı şəkildə qarşılamır. Pəhriz deyəndə hər kəs öz düşüncəsindən yola çıxaraq fikirlərini söyləyir. Kimisi deyir ki, pəhriz çox çətindir, mən onu saxlaya bilmərəm. O birisi deyir ki, pəhriz çox bahalıdır, onun öhdəsindən gələ bilmərəm, pəhriz saxlaya bilmərəm. Başqa biri deyir ki, yox, bütün ömrü boyu uşaq pəhriz saxlayacaq, bunu mən eləyə bilmərəm. Yəni bunlar hamısı pəhriz haqqındakı yanlış fikirlərdir. Mən demirəm ki, pəhriz saxlamaq asandır. Bunu heç vaxt deməmişəm. Bugün də demirəm. Pəhriz saxlamaq asan deyil. Hətta çox çətindir. Lap çox çətindir. Amma yəni mümkünsüz deyil. Mümkündür. Mümkündür. Nəyin bahasına da olsun, hansı çətinliklər bahasına da olursa olsun, pəhrizi saxlamaq mümkündür və pəhriz, yenə deyirəm, pəhrizi mən heç vaxt təlimdən ayrı tutmuram. Pəhriz və təlimlə uşaqlarımız çox gözəl yerə gələ bilər, çox gözəl nəticələr, uğurlu nəticələrə gəlib çıxa bilər və öz yaşıdlarından seçilməyəcək duruma qədər gəlib çıxa bilərlər. Pəhriz və təlim haqqında növbəti videolarda ayrı-ayrılıqda tam şəkildə danışacağım. Yəni bütün suallarınıza ayrı-ayrılıqda cavab verəcəm. İndi istəyirəm gələn suallara qısaca cavab verim. Yenə də sizi nə maraqlandırsa şərh bölməsinə yaza bilərsiniz. Belə bir sual gəlmişdi keçən dəfəki videodan. Uşaqlarınızda ilk əlamətləri nə zaman hiss etdiniz? Uşaqlarda ilk əlaməti lap tez hiss etdim, amma mən bilmirdim ki, bu autizm əlamətidir. Ümumiyyətlə 1-2 əlamət sezmişdim uşaqlarda. Onun ən belə məni düşündürən, ən belə qabarıq nəzərə çarpan hərəkət əllərin göz qabağında yeknəsək olaraq əsdirilməsi idi. Yəni 20 günlük, 30 günlük, yəni 40-ı çıxmamış çağalar bələkdən əli açılan kimi gözlərin önündə, indi göstərəcəm mən onu, demək əllər açıq şəkildə ya üzünə tərəf ya da əllərin içi çölə tərəf bu cür əsdirirdilər əllərini gözlərinin qarşısında. Yəni əllər belə də olmurdu, belə yarı açıq da olmurdu, məhz belə gərilmiş bir şəkildə və eyni hərəkətlə bu cür məhz gözlərin qarşısında əsdirirdilər əllərini. Bu barədə həkimdən də soruşmuşdum, pediatrdan da soruşmuşdum. Yəni uşağın ilkin oyuncağı əlləridir demişdi həkim. Amma uşaq əlləri ilə oynasa, yəni bunu oyun şəklində ən azından
hərəkətlərini dəyişə bilərdi, əllərini yumub aça bilər və yaxud da başqa bir hərəkətlər eləyə bilərdi. Amma bu cür yeknəsək hərəkətlər məni çox təəccübləndirmişdi, amma mən bilmirdim ki, bu məhz autizm əlamətidir. Yəni ən çox nəzərə çarpan bu idi. Digər şeylər də var idi. Yəni digər məni narahat edən hərəkətlər də var idi ki, yəni maraqlı olsa bunlar barədə də danışacağam. Videonu çox uzatmaq istəmirəm. Gələn söhbətimiz, yəni gələn videomuz məhz pəhriz barəsində olacaq. Əslində pəhriz nədir? Biz pəhrizi necə saxlaya bilərik? Pəhriz bizim uşaqlarımıza nə qazandırır? Pəhriz saxlamaqla biz uşaqlarımızda nələri dəyişə bilərik uşaqlarımızda və uşaqlarımız nə qazana bilərlər fiziki və mənəvi olaraq. Bugünlük yenə sizinlə sağollaşıram. Sonda yenə bir-birimizə faydalı olmaq diləyi ilə deyirəm və hələlik.